Deyək Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Adəm övladı dünyadan köçdükdən sonra onun əməl dəftəri bağlanar. Yalnız 3 şeydən başqa, onlardan birisi də salih övladdır ki, onun üçün dua edir, onun üçün xeyir əməllər edir, onun üçün Allah subhanahu wa ta'alədən valideynlərin bağışlanmasını istəyir. Ən böyük mirasdır. Vallahi bu dünyada bir mömin üçün ondan gözəl miras ola bilməz. Onun üçün də Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə də bizlərə buyurur ki, ya eyyuhellezine amanu, ey iman gətirənlər, qu anfusakum və əhlikum nara, və quduhən nasu vəl hicara. Ey iman gətirənlər, öz nəfsinizi və əhlinizi yanacağı insanlar və odlar olan, daşlar olan oddan qoruyun. Yəni, özümüzü qoruduğumuz kimi, əhlimizi də, övladlarımızı da İslam əxlaqında böyüməsi üçün, onların İslam əxlaqında yetişməsi üçün çalışmalıyıq. Çünki onlar bizim məsuliyyətimizdədir, üzərimizdədir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, kullukum ra'in və kullukum məs'ulun an ra'iyyəti. Hər biriniz məsulsunuz öz əlinizin altında olanlardan. Bizim övladlarımız da Allah subhanahu wa ta'alənin bizlərə olan əmanətidir.